Değerli abituriyentler, hər birinizi xoş gördük və bugün OTK-nin keçirdiyi ingilis dili 11 illik tam təhsil səviyyəsi üzrə olan sınavdan izahlarla davam edəcəm. Hal-hazırki sınaq şagirdimin uğurlu sınaq nəticəsidir və onun üzərində izahlarla davam edirəm. 56-cı suala diqqət edirik. Burada choose a correct variant, doğru variant tələb olunur. Doğru variant deyərkən uzlaşma yaratmalıyıq. Uzlaşmanı yalnız biz ofdan və enddən əvvələ baxaraq mübtəda ilə uzlaşdırırıq. People cəmdədir. O zaman tək xəbərlər atılır. People take part və yaxud da will take part və yaxud da have taken part. Yəni üçü də doğrudur. C variantı. 57-ci sualda isə solution to traffic jams is to build rails, yəni tıxacların ən effektiv, ən belə deyək, yaxşı üsulu azaltmanın yeni yolların inşasıdır. Yəni daha çox yolların inşasıdır. O zaman baxırıq, ümumiyyətlə sonuncu variantda müqayisə dərəcəsinə aid bir əlamət, zən və yaxud da digər göstəricilər yoxdur. Ona görə yanlışdır. A-nın ikinci tərəfində də yenə müqayisədir, yanlışdır. O zaman D variantında əgər üstünlük dərəcəsində Z artikli olmalıdır. B variantının ikinci hissəsində a lot ümumiyyətlə özündən sonra isim almaz, yanlışdır. Ona görə C doğrudur. The most effective solution, ən effektiv üsul, yəni bu problemin həllində yeni yolların, daha çox yolların inşasıdır. More rails, biz də bilirik ki, more həm sayıla bilməyən, həm də sayılan ismi cəm formada alır. 58-ci testdə diqqət edirik. To görürük burada. To kəmiyyətlərdən yalnız minimaçla birləşir. Ona görə A və sonuncu D variantı yanlışdır. İkinci tərəfdə cars cəmdə olan isimdir. Maç ola bilməz, sayılmayan götürür. Ona görə C doğru cavabdır. There are too many cars on the rails and more people should use public transport. 59-cu testdə diqqət edirik. Very hər zaman sifət və zərfi adi dərəcədə alar və ikinci tərəfdə olan müqayisə dərəcəsində olanlar yanlışdır. İki variant arasında qaldıqda isə more air bir sözdə ola bilməz. Yəni hər iki dərəcə şəkilçisi və yaxud da bağlayıcı bir sözdə heç bir halda olmur. Ona görə doğrumuz elə B-dir. This is a tasty chocolate pie. Bu dadlı şokoladlı piroqdur. Piroq sayılır. Ona görə artikldan işlənməlidir. İkinci tərəfdə very özündən sonra adi dərəcədə sifət alar. Çünki look görünmək mənasında özündən əvvəl cansız isim it olduqda sifət tələb edir. Çünki orada hərəkət yoxdur. Zərf ola bilməz. Doğrumuz elə B variantıdır. İndi isə növbəti sualın izahı ilə davam edirik. My colleague, mənim kolleqam. Kollega dedikdə burada masculine və feminin, yəni qadın kişi cins nəzərdə tutulacaq. Ona görə burada əmr cümləsi deyil, müraciət olmadığından ikinci şəxsin təki və cəmi ola bilməz. Doğrumuz isə 1-4-dür. Təəssüf ki, bu sual asan olsa da yanlış götürülmüşdür. İndi isə 61-ci sualına davam edirik. This Jane is manager. Jane-in necə bir idarəçi olduğundan danışır və she always checks her work. O hər zaman işini daha diqqətlə, daha məsuliyyətlə idarə edir. O zaman birinci nöqtədən sonra manager isim görürük, sayılan isimdir. Mütləq şəkildə artikel verilməlidir. Ona görə digər variantların hər biri yanlışdır. İkinci tərəfdə isə she always checks her work və feil görürük. Feildən sonra mütləq şəkildə biz tərz hərəkət zərfi, yəni zərfli işlətməliyik. Bizə bilirik ki, zərf L, Y ilə mütləq şəkildə olmalıdır. Ona görə doğrumuz elə A variantıdır. İndi isə 62-ci suala davam edirik. Choose a line of nouns. Burada artıq isimlər və o zaman biz bu bölümdə belə bu tip suallarda mütləq şəkildə ismin və digər nitqsələrinin mütləq şəkilçilərini öyrənməliyik. O zaman diqqət edirik, crucial sözündə sifət şəkilçisi görürük. Fluent ümumiyyətlə səlis, sərbəst, konkret nitqsəsi olaraq sifətdir. Burada yenə generous da as sifət düzəldən şəkilçidir. Equal sifətdir. Doğrumuz C-dir. Generosity, pencil, volunteer hər üçü isimdir. İndi isə 63-cü suala davam edirik. She moved to new country. Biz bilirik ki, sifətdən sonra sayılan isim təkdə olarsa təkdə olan artikl olmalıdır. Ona görə bu üç variant yanlışdır. Eyni zamanda A variantı da doğrumuz elə avtomatik C variantıdır. She moved to a new country. O yeni bir ölkəyə köçdü. A month ago, yəni bir ay əvvəl. İndi isə 64-cü suala baxırıq. Bilirik ki, kəmiyyətlər, yəni mübtəda xəbər uzlaşmasında one of-dan sonra cəm isim, amma xəbər tək olmalıdır. Ona görə cəmdə olan xəbərlər atılır. İki versiya arasında qaldıqda yenə burada iki tək xəbərimiz var, amma ikinci tərəfdə isə cars mübtədamız cəmdədir. İkinci tərəf cəm olmalıdır, amma A da təkdədir. Doğrumuz elə B variantıdır. 65-ci suala baxırıq. Mrs. Smith artıq burada qadın cinsini bizə göstərir. Mrs. Smith could find room, öz otağını tapa bildi. Yəni otaq Mrs. Smith-ə aid idi. Ona görə qadın cinsidir və nöqtədən sonra isim varsa biz absolut forma verə bilmərik. Yanlışdır. H olan hissələr doğrudur. But amma Thomas and Mary couldn't find. Thomas və Mary tapa bilmirdi otaqlarını. Burada and ifadə cəmi göstərir və nöqtədən sonra boşluq var. Biz burada artıq gizli forma, yəni absolut forma istifadə etməliyik. Sonu S-dən olan and ifadələr cəm əvəzli Z-yi bizə ifadə edər. Z-in də absolut forması DS, doğrumuz elə D variantıdır. İndi isə ikinci testdən davam edirik. İkinci testimizdə isə choose a correct variant, yəni doğru variant və burada artıq biz əvəzliklər və törəmələr görürük. O zaman cümlənin sonundakı hər zaman bizə nəticəni verir. We were bored, yəni sıxıldıq, darıxdıq. Deməli, there was interesting in the meeting. Yəni bu görüşdə əgər biz darıxmış olsa, deməli maraqsız idi hər şey, heç nə maraqlı deyildi. Biz əyninə birbaşa cümləyə verə bilmərik, çünki not eyni şəklində olmalıdır, amma cümləmizdə inkar yoxdur. O zaman nəsə maraqlı idisə, something nəsə deməkdir. Əgər nəsə maraqlı idisə biz sıxılmazdıq.
All, they was all interesting deyə bilmərik. Çünki all'dan sonra birbaşa isim olmalıydı. Burada birbaşa sifətdir. Ən azı sifətli isim də gələ bilərdi. Everything, hər şey maraqlıydısa, nəyə görə we were bored, yəni sıxılmışdıq. O zaman doğrumuz C-dir. There was nothing interesting in a meeting, yəni görüşdə heç nə maraqlı deyildi. Ona görə də biz yəni sıxılmışdıq, darıxmışdıq. O zaman növbəti cümlə ilə davam edirik. 67-ci sualda choose a correct variant, doğru variant. İlk baxışda görürsünüz ki, yelik haldan danışılır. O zaman hallamada olan doğru variantlara baxaq. 3 cəmdədirsə, apostrofumuz təkdədir. Birlər yanlışdır. İkinci cümlədə several özündən sonra cəmsim və apostrofu da cəm belə bir formada almalıydı. Yanlışdır. 1, 2 yanlışdır. Doğrumuz elə 3, 4'tür. Nick təkdədir, apostrof yerindədir. Jessica və Chris'in toy ortaqdır. Sonuncu artırılmalıydı və tamamilə doğrudur. Və ingilis dilində bilirsiniz ki, bəzi istisna adlarımız var ki, James, Chris. Onlara biz həmin adın üzərində eyni ilə apostrof və yaxud da əlavə olaraq s apostrofu da verə bilərik. Thomas, James, Chris bu kimi adlar ingilis dilində istisnadır və doğrudur. 68-ci sualda isə make-up sentence cümlə qurmaqdır və biz bilirik ki, uğursuzluq uğura aparan yoldur. Belə bir burada sitat istifadə olunmuşdur. O zaman fail'a, yəni uğursuzluq sözü ilə başlayırıq. Mübtədamız 2 ilə başlamalıdır. İki cümləmiz bizə onu işarə verər. İkincidə fail'a xəbər biz verməliyik. Yəni mübtəda xəbər şəklində 4 olmalıdır. Fail'a is uğursuzluqdur, nədir? O zaman bir uğura aparan yoldur. O zaman biz burada tamamlıq, yəni ismi istifadə etməliyik. 2, 4, ismin önündə artikel olmalıdır. Artikel öndə gəlməlidir. Sonra isim. To success, yəni doğrumuz B olmalıdır cümləmizin doğru forması. Failure is a path to success və o da B variantında doğru olaraq yer almışdır. Növbəti isə choose a correct variant, doğru variant. Yenə də burada baxdıqda kəmiyyət bildirən sözlərdir. Few'dan sonra cəmsim olmalıdır və ikinci tərəfə baxırıq. Cəm deyil, birlər yanlışdır. İkinci de several özündən sonra cəmsim olar. İkinci hissədə cəmsimimiz var. 2 doğrudur. A lot of tube. Tube burada tubik, yəni diş pastasının qablaşmasından söhbət gedir. Sayılan isimdir, cəmdə olmalıydı. 3 yanlışdır. 3'ləri də atırıq. Doğrumuz 2, 4'tür. Samdan sonra sayılan isim Windows pəncərə sayılır və cəm verilməli. Doğrumuz D variantıdır. Təəssüf ki, şagirdimizin ikinci səhvi ilə buradadır. 70-ci sualda isə definitionlar, bilirsiniz ki, sözlər verilib və biz onların izahlarını, mənasını ona uyğun şəkildə doğru seçməliyik. Invisible, gizli, məlum olmayan, görünməyən deməkdir. Və burada da can't be seen, birincidə C olacaq. Bir C ilə başlayanımız elə B ilə D-dir. İkincidə accurate, yəni səliqəyə salmaq, düzəltmək mənasında. Burada da correct in all details, yəni hər bir detalı düzəltmək. 2A doğrumuz elə D variantıdır.